Salam, əziz Təfəkkür TV verilişinin izləyiciləri, sizləri yenidən xoş gördük. Sizlərlə bir arada olmaq bizə çoxlu sevinç verir. Və sizin çox saylı suallarınız bizi yenidən bu verilişi hazırlamağa imkan verdi. İnşallah ki, çoxlu sualları, həm sualların özlərini, həm də cavablarını sizlərə çatdırmaq üçün biz buradayıq. Xanımlardan biri sual verib, təslimiyyəti necə tərif edə bilərsiniz? Əzizim, təslimiyyət bir növ bizi fırtınalar zamanı dalğaların apardığı yerə özümüzü buraxmaq, rahat olmaq. Arxayın olursan ki, elə bir ata uşağına deyir bu yolu get, amma yol qaranlıqdır, meşədir, ağaclıqdır və qaranlıqdır, zülmətdir. Uşaq qorxar. Amma ata öz əlini uşağın əlinə versə, uşaq rahat gedəcək. Özümüzü bir növ axışa buraxmaq, fırtınaların axınına buraxmaq. Növbəti sual verilib, gələn çətinliklərə necə baxaq? Qarşımıza çıxan çətinliklərə necə baxaq? Əzizim, baxın görün, bu çətinlik sənə nəyi öyrətməyə gəlib? Burada əsas bilirsiniz nədir? Əsas odur ki, onu qarşılayasan, yəni buna hazır olasan ki, qarşılaya biləsən, yoxsa qarşılamağı bilmirsən, bir bəla kimi qarşılayırsan onu. Amma biləndə ki, bu mənə nə isə öyrətməyə gəlib, artıq ona çətinlik kimi baxmırsan. Deməli, əsas odur ki, onu qarşılayasan və onu gözəl də yola salasan. Növbəti sual, niyə bugünün insanı xoşbəxt deyil, deyə sual verirsiniz. Cavab belə deyərdim, çünki olduğu həyatla yetinmir. Çünki işıltılı həyatları görür, başqalarının xoşbəxtlik fotolarını yayan videoları görür. Bu xoşbəxtlikləri həqiqi xoşbəxtlik sayırlar. Ona görə deyərdim. Sual eləmişsiniz, yaşın haqqı nədir? Hər yaşın, mən deyərdim, öz haqqı var. Ki, belədir də. Gəncin, yeniyetmənin və s. yaşlının, hərəsinin öz yaşın haqqı var. Və hər yaşın dönəmində görülməsi vəzifə və işlər var ki, onu etməliyik. Etməsək, haqqını verməmiş olarıq. Gəncin etdiyini yaşlı, yaşlının etdiyini də gənc etməməlidir. Növbəti sual budur ki, əsl şükür nədir? Əsl şükür Allahın bizi sınadığı hər şeyə görə təşəkkür edə bilməkdir. Hər şeyə görə. Şükür əslində varlığın, həyatın fərqində olmaqdır. İnsan anlayır ki, mən bu həyatda varam, varlığımın özü, həyatımın özü məndən şükür tələb edir. Növbəti sual eləmişsiniz, necə inkişaf edək? Səhər tezdən evdən çıxanda maddi güzgüyə baxdığımız kimi mənəvi güzgüyə də baxmaq gərəkdir. Duyğu, düşüncə, davranış, bunların hamısına diqqət eləyib izləmək lazımdır. Sual eləmişsiniz, mənəvi narsistlər kimlərə deyilir? Misal, öz dindarlığını bəyənəndə mənəvi narsist sayılar. Dünyanı düzəltməyin yolu hardan keçir deyə sual eləmişsiniz. Cavab budur ki, dünyanı dəyişməyin və yaxud düzəltməyin yolu insanın düzəlməyindən keçir. Dünya insanlarla zəngindir. İnsanlarla doludur. İnsan özü cəmiyyətin bir fərdidir. İnsan özünü düzəltməlidir ki, cəmiyyətdə düzəldə bilsin. Növbəti sual vermişsiniz, valideynlərlə yaşadığımız çətin ilişkilər haqqında nə deyə bilərsiniz? Övladım, valideynlərlə yaşayan ilişkilərin çətinliyi təkcə sağlamlığımıza deyil, həm də ailəmizə təsir edir və hətta həyat yoldaşlarımıza da, övladlarımıza da təsir edir. Və tədqiqatlar göstərir ki, anaları ilə, ataları ilə münasibətlərin gərgin olduğunu deyənlərin, hətta təcrübə göstərir ki, 91% orta yaş dönəmlərində ya xərçəng, ya hipertansiyon və s. kimi xəstəliklərə məruz qalırlar. Və unutmamalıyıq ki,
Allah Teala Quran-ı Kərimdə valideynə uf deməyi yaxşı valideynə aid etməyib. İstisnasızdır. Yəni bu yaxşı valideyn də ona uf deməyin, bu pisdir uf deyə bilərsiniz, elə bir şey yoxdur. Vəhyin həyatımıza əsas rolu nədir? Həyatımızda əsas rolu deyərdim vəhy ağıldakı boşluqları doldurmaq üçündür. Yəni ağıl özü özlüyündə insanı kamala gətirib çatdıra bilmir. Həqiqi kamalın yolu ilahi vəhyə əməl etməklə əldə gəlir. Kamil insan haqqında nə deyə bilərsiniz deyə sual eləmisiniz. Kamil insan deyərdim ki, bəladan belə yaxşılığı, mənanı, hikməti ələ gətirəndir. Deməli, hər hansı bir çətinlik, hansı bir bəla ilə üzləşsək, orada insan mütləq bir məna axtarmalıdır, bir hikmət axtarmalıdır. Kamil insan bunun üstündə daha çox işləyir. Niyə bu qədər ruhsal problemlər, psixoloji problemlər çoxalıb deyə sual eləmisiniz? Əslində, deyərdim, içdəki mən Allahı axtarır. Çöldəki mən maddi şeyləri daha çox onu çəkir, belə deyək. Yarışmaq mədəniyyəti çoxalır və bunlar çoxaldıqca depressiyalar çoxalır. Özü-özündə bunu düşünür, hamının vəziyyəti yaxşıdır, bircə mənəm bu gündə yaşayan. Hamının şəraiti yaxşıdır, hamının həyatı yaxşıdır, hamı gəzməkdə, hamı hər şey eləyirlər, mən isə bunlardan nədir, məhrumam deyə düşünür. Uşaqlıqda heç sevilmədim, necə yaxşı ola bilərəm ki? Baxın əzizlər, uşaqlıqda sevilməyən uşaq yoxdur. Elə bir uşaq yoxdur ki, o sevilməsin. Elə bir uşaq yoxdur ki, o əzizlənməsin. İnsanın evində bir dənə balaca pişik olanda onu o qədər nazlayır, o qədər onu tumarlayır, onunla oynayır, qucağına götürür, yatızdırır, duruzdurur. Bu mümkün deyil ki, bir insan, bir ata, bir ana, övlad dünyaya gətirsinlər. Onunla gecə-gündüz əziyyət çəksinlər, gətirib onu bir həddə çatdırsın, amma ona sevgi verməsinlər. İnsan öz övladı olduğuna görə, onu sevdiyinə görə, onu əzizlədiyinə görə, onun üçün dəyərli olduğuna görə ona o qədər xidmət edir. Gecə baxımı, gündüz baxımı, hər barədə ananın ki 9 ay ana bətnində uşağı daşıması, 2 il ona süd verməsi, ondan sonra onun hər dəfə altını təmizləməsi, yuması, çimizdirməsi, yedizdirməsi, danışdırması, yeritməsi, bütün bunlar ananın zəhməti ilə başa gəlir. Yəni, mümkün deyil ana özü övlad dünyaya gətirib onu sevməyə. Bu mümkün deyil, əzizlər. Deyə bilərsiniz, bəs axı ananın rəftarlarındakı bəs problemlər mənə qarşı, nə bilim, məni döydü, məni incitdi, məni təhqir elədi. Heç bir valideyn, heç bir ana, buradan deyirəm, hamı diqqət eləsin, əzizlərim. Heç bir ana istəmir ki, övladı, məxsusən qız övladı, ümumiyyətlə heç oğlan evin övladı üçün də istəmir ki, o övlad gələcəkdə kiminsə əlinə möhtac qalsın. Ona görə məcburdur ki, valideyn övladını neynəsin? Tərbiyə eləsin. Tərbiyə eləmək üçün iş görməmək, tərbiyə eləmək deyil. İş gördürməlidir, tapşırıq verməlidir ona, təmizlik işlərinə özü baxmalıdır və bütün bu şeyləri zəhmətə alışdırmalıdır. Və bu zəhmətə alışmayan insan zaman gəlir ki, getdiyi evdə, ailə qurduğu evdə əziyyət çəkir. Məsələn, bu yaxınlarda neçə xanım mənə müraciət eləyib, atam evində mənə ancaq dedilər, oxu, iş gördürmədilər mənə, dedilər, ancaq oxu, universitetə gir və səlam. Və mən bugün indi onun acısını yaşayıram ki, mən nə qədər zülüm çəkdim ər evində. Çünki heç nə bilmirdim. Baxın, əzizlər, buna diqqət edin. Yaxşı gəldik, tutaq ki, elə anladıq ki, bizə elə gəldi ki, biz sevilmədik. Nə edəcəyik bəs? Oradan çıxmaq üçün sən öyrənəcəksən sevərək yaxşılaşmağı. Və birinə o sevgini verərək yaxşılaşmağını, o gücü görərək yaxşılaşmağı öyrənəcəksən. Çünki sevgi insanın qəlbində bir haldır. Əslində o sevgi insanda var. İnsan o sevgini əgər ələ gətirsə, onun üzərini açsa, ki onun üzəri örtülüb nələrlənsə, onu açsa, öz həqiqətinə çatsa, insanın sevgisini hər kəsə paylayacaq. İstisnasız hər kəsə paylayacaq.
hər kəsə mehriban olacaq. Baxın, növbəti suala buyurur ki, həyat yoldaşımın nənəsi qab-qacağımı gəlinimə verməyəsən deyə tapşırıq vermişdi. Suala baxın. Amma o, rəhmətə gedən kimi qabları onlara verəsi oldum. Çünki çox dava edirdilər. Haqqı mənim üstümdə qalırmı deyə sual eləmişsiniz. Bildirim ki, mən şəriətlə bağlı suallara cavab vermirəm əslində, amma buna qısa cavab verəcəyik inşallah, üstündən keçəcəyik. Yəni biləsiz ki, biz şəriətlə bağlı suallara cavab vermirik. Onu şəriət ustadlarına verə bilərsiniz. Cavab deyə bilərik ki, xeyr. Sənin üzərində haqqı qalırmı deyə bilmək istəyirsənsə, xeyr. Cavab xeyr, qısa. Sual elə ki, insanın əsl xarakteri yıxıldığı haldır deyirlər. Doğrudurmu? Bəli. İnsanın ən dərindəki halı belə halda üzə çıxır. Bir arifə sual elədilər. Daha doğrusu bildirdilər ki, sənin gəmin batıb. Dedi, əlhamdülillah. Biraz keçdi ona dedilər ki, sənin gəmin deyil. Sənin gəmin batmayıb. Yenə dedi, əlhamdülillah. Ona sual eləyəndə ki, birincidə əlhamdülillah, ikincidə əlhamdülillah. Bunun mənası nədir? Dedi, birincidə əlhamdülillah dedim ki, kədərlənmədim. İkinci əlhamdülillahımın səbəbi bu idi ki, sevinmədim. Qəlbi bu hala gətirməyəndə insanda ciddi psixoloji problemlər əmələ gəlir. Və bilməliyik ki, hər şey bizim əlimizdə deyil. Bizim ixtiyarımızdan asılı olmayan işlər də var ki, onlara biz bir şey də bilmirik. Ona görə qəlbi buna hazırlamaq lazımdır ki, depressiv hallara düşməyək. Əziz və dəyərli izləyicilər, vaxtımız bugünlük tamam oldu. Sizləri Allaha əmanət edirəm. Allahın pənahında qalın. Növbəti suallarınızı gözləmək ümidi ilə sizlərlə xudahafizləşirəm. Sağ olun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.